Deməli, bizə tez-tez verilən suallardan biri. Gözün düzgün çəkiliş qaydası. Gözün ən sadə və düzgün çəkiliş qaydası bundan ibarətdir. Birinci növbədə biz təsvir edirik bir kürə. Daha sonrasında kürənin içində birinci elips, daha sonrasında ikinci elips. Bu elipslərin kəsişmə nöqtəsində biz təsvir edirik yenidən bir və ikinci elips. Üstdəki elipsin diametri altdakı elipsin diametrinə nisbətdə daha böyükdür. Daha sonrasında birinci müstəvi, ikinci müstəvi, dördüncü elips, beşinci elips. Üst göz qapağını saldıq tona, alt göz qapağını saldıq tona, əlavə edirik göz bəbəyini və beləliklə bizdə alınır akademik formada düzgün təsvir olunmuş göz.